Hava dəyişir. Sabahdan Bakıya yağış yağacaq. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən xəbərə görə Azərbaycanda mayın 16-sında havanın yağışlı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacaq. Azərbaycan rayonlarında mayın 16-sında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, axşam şərq rayonlarında bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq, qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 8-13, bəzi yerlərdə 17 dərəcə isti olacaq.